mübahisələrə aiddir. Hazırda isə müzakirəsinə başlayacağımız mövzu isə regionlarda günəş və külək elektrik stansiyalarının qurulmaqdadır. Bunu hər birimizə eşidirik və bu istiqamətlə işlərin nə qədər sürətlə getdiyinin şahidi oluruq. Bərpa olunan enerji sektoruna yatırımlar artırılmaqdadır və Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı bizim üçün çox önəmlidir. Bu Azərbaycan xalqına nələr verir, nə kimi yeniliklər gətirəcək, ona görə də çox dəyərli ziyalımız bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin direktoru Cavid müəllim Abdullayevlə bu mövzu ətrafında danışacağıq. Cavid müəllim, xoş gəlib, səfa gətirmişsiniz. Salamlayırım sizi. Azərbaycan televiziyasının efirində günə davam verilişi həftənin 5 günü tamaşaçılarımıza təqdim olunur. Müxtəlif mövzular ətrafında danışırıq və bugünkü mövzumuz da məhz Azərbaycanda bərpa olunan enerji sektoru ilə bağlıdır. Buradakı inkişaf nədəndir? Payı artırılmaqdadır, biz bilirik və odur ki, sizdən məlumatları eşitmək istəyərdik. Minnətdaram, çox maraqlı bir verilişimiz var, çox maraqlı bir konseptdir və Azərbaycan televiziyasında, dövlət televiziyasında bərpa olunan enerji mənbələri sahəsinə göstərilən bu diqqət və qayğıya görə də xüsusi olaraq minnətdarlığımı bildirmək istəyirəm. Çox doğru qeyd elədiniz, Azərbaycanın bərpa olunan enerji mənbələri sektorunun inkişafı ilə bağlı hədəfləri bəllidir. Biz 30-cu ilə qədər 30%-dən artıq qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin istehsalına nail olmağı hədəfləyirik və ilkin hesablamalarımız, bağlanmış müqavilələr, həyata keçirilən layihələr onu deməyə bizə əsas verir ki, yəqin ki, biz bu göstəriciyə kifayət qədər tez 27-28-ci illərdə artıq nail ola biləcəyik. Çox doğru qeyd elədiniz, bizim bir sıra mühüm layihələrimiz var, hal-hazırda həyata keçirilir. Bilirsiniz ki, açılış dövründə regionun ən böyük günəş stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyası 230 megawatt gücündə artıq fəaliyyət göstərir və biz dediyimiz nominal ildə 500 milyon kilowatt saat elektrik enerjisi, yarım milyar kilowatt saat elektrik enerjisi istehsal olunur və bununla yanaşı bizim bu ilin sonuna qədər böyük bir 240 megawatt külək elektrik stansiyasını istismara vermək planlaşdırırıq. Yəqin ki, Azərbaycanın regionlarına səfər edən hər kəs artıq o külək turbinlərinin kifayət qədər böyük konfigurasiyalarda gövdəsi 100 metr və hər bir pərin hər pər təxminən 85 metr böyüklüyündədir və hər yerdən görsənir bütün magistral yollardan və Pirəküşkül hissəsində olan, yəni Abşeron tərəfində olan hissə 12 turbin artıq tam şəkildə nominal gücə çıxıb və test rejimində işləyir və biz gözləyirik ki, inşallah ayın sonuna qədər Xızı tərəfində olan, Xızı rayonunda olan 25 külək turbinimizdə fəaliyyətə başlasın və şəbəkəyə qoşulub test rejimində biz artıq onları fəaliyyət edirik. Bəli, həm yolun bu tərəfində də var, yolun o tərəfində də görsənir. Həm də xüsusilə vurğulamaq istəyirəm ki, doğrudan da bu həm də ölkəmizin gözəlliyi naminə çox maraqlıdır. Çünki biz xarici ölkələrə gedərkən bu kimi görüntüləri görərkən istərsəməz şəkillər çəkdirirdik və bunun həm də ölkəmizə böyük bir xeyri var və biz bilirik ki, son illərdə diqqət nəticəsində günəş panellərinə olan maraq da artmaqdadır insanlar tərəfindən. Bir çox insanlar günəş panellərinə maraq göstərirlər və rahat bir şəkildə onlardan istifadə edirlər. Bununla bağlı sizin qurumun da özünün bir video çarxı var. Amma istəyərdik ki, bununla bağlı, günəş panellərinin istifadəsi ilə bağlı da bir neçə məlumatı bizə çatdırasınız. Sonra həmin o video çarxı da tamaşaçıların diqqətinə çatdırasınız. Deməli, bunlara biz o günəş panellərini öz fərdi evlərində quraşdıran istehlakçılara biz aktiv istehlakçılar deyirik. Çünki onların yalnız elektrik enerjisini istehlak eləməkdən başqa ikinci bir funksiyası da var. İstehsal elədikləri elektrik enerjisinin artığını şəbəkəyə ötürə bilirlər və orada mexanizm belədir ki, əgər ay-ba-ay o artıq ötürdükləri hissələr toplanır və ilin sonunda balanslaşdırma deyilən bir mərhələyə çatır və ondan sonra paylayıcı sistem operatoru həmin o istehlakçılara şəbəkəyə ötürdükləri elektrik enerjisinin müqabilində vəsait ödəyir. Yəni, bu bütün dünyada var idi. Bizdə də artıq bir ildən artıqdır ki, bu qanunvericilik bazası ilə təsbit olunub və istənilən adam Azərishiqin asan kommunal mərkəzlərində olan nöqtələrinə müraciət edərək iki tərəfli sayğacı quraşdırmaqla bu üstünlükdən yararlana bilər. Və bunun üzərinə gəlsək ki, günəş panelləri və aidiyyəti qurğuların qiyməti durmadan ucuzlaşmaq istiqamətindədir
bu kifayət qədər böyük iqtisadi cəhətdən də üstünlüklər yarada bilər. Eyni zamanda xüsusi olaraq qeyd eləməliyik ki, bizim işğaldan azad olunmuş ərazilərimizdə fərdi yaşayış evlərinin damlarında günəş panelləri qurulur və bu bir belə deyək yaşıl enerji zonasının mühüm tərkib hissələrindən biridir və təxmini hesablamalar göstərir ki, çox böyük həcmdə həmin o fərdi yaşayış evlərinin elektrik enerjisinə olan tələbatını o günəş panelləri ilə qarşılamaq olur. Ağıllı kənd konsepsiyasında biz bunu gördük. Xatırlayıram ki, Azərbaycan televiziyası ilə bərabər biz Zəngilanın Ağalı kəndinə getmişdik. Novruz bayramı çərçivəsində bir 4-5 saatlıq canlı yayımla gözəl konsertimiz oldu. Oradakı sakinlərlə görüşdük, konsert proqramını təqdim etdik. Həm də sizin toxunduğunuz bu məqamları daha yaxından görmüş olduq və Ağıllı kənd konseptində təqdim olunan bu Ağalı kəndindəki bu yeniliklərin hər birini gördük. Bir sual vermək istəyirəm. İstərdim qısa cavabınızı alaraq o video çarxı təqdim edeyim ki, mütləqdir ki, bu video çarx təqdim olunmalıdır. Bir çox insanların bizə müraciət etdiyi məsələlərdən biri də odur ki, günəş panellərdən istifadə edərkən qadağalarla üzləşirlər. Bunların hansı qurumlar tərəfindən keçirildiyini tam əminliklə söyləyə bilməyəcək. Ola bilsin, yerli icra hakimiyyəti orqanlarıdır, bələdiyyə ola bilər, bir çox orqanlar ola bilər. Amma günəş panellərinin istifadəsində hər hansı bir qadağa ola bilərmi? Deməli, prinsip etibarilə energetik səviyyədə qadağalar olmalı deyil. Çünki əgər şəbəkənin o quraşdırılmış elektrik enerjisini absorb eləmə imkanları yetərincədirsə, o elektrik enerjisi şəbəkə tərəfindən qəbul olunacaq. Təbii ki, ola bilər müəyyən əhalinin təhlükəsizliyi baxımından və yaxud şəhərsalma və tikinti məcəlləsinə uyğunluq baxımından müəyyən məsələlərə aydınlıq gətirmək lazım olur. Bəzi hallarda bunlar da texniki və belə deyək qanunvericiliklə bir mənalı olaraq tənzimlənən məsələlərdir. Çünki ola bilər ki, hər hansı bir quraşdırılmış fərdi yaşayış evinin damı o ağırlıqda panelləri qəbul eləmək üçün hazır deyil və yaxud həmin panelləri qoyulması müəyyən hansısa şəhərsalma normalarına ziddiyyət təşkil edə bilər. Belə hallarda əlbəttə ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən tənzimlənə bilər. Amma ümumilikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən düzgün layihələndirilmiş və şəbəkə məcəlləsində eyni zamanda şəbəkə tələbləri gözlənilməklə quraşdırılmış günəş panellərinin istismarında hər hansı bir qadağalar mövcud deyil və vətəndaşlar, sakinlər bu günəş panellərindən yararlanmaq istəyən həmvətənlərimiz tam səmimiyyətlə bu prosesdə iştirak edə bilərlər və ölkəmizin yaşıl enerjisine keçidinə öz töhfələrini verə bilərlər. Mən xüsusi olaraq burada qeyd eləmək istəyirəm ki, bilirsiniz ki, ölkənin sosial-iqtisadi inkişaf layihələri hazırlanır və əsas bizim yaşıl artım hissəmizlə bağlı olan hədəflərdən biri də aktiv istehlakçılar tərəfindən həyata keçirilən layihələrin qoyuluş gücünün kifayət qədər böyük bir rəqəmə çatmasıdır. Yəni, o da müəyyən mənada bizim enerji sistemə dəstəkdir. Cavab müəllim, deməli, bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin çox maraqlı bir video çarxı var, günəş panelləri ilə bağlı və bu istiqamətdə maarifləndirmə işlərində istəyirik ki, Azərbaycan televiziyası olaraq bizim də mühüm bir xidmətimiz olsun, biz də sizə dəstək olaq və geniş ictimaiyyətə çatdırılması istiqamətində də öz dəstəyimizi göstərək. Odur ki, həmin o video çarxı böyük məmnuniyyətlə istərdik ki, hal-hazırda sizə təqdim edək və bərabər izləyək. Buyurun. Evin damında günəş paneli quraşdırarkən nələrə diqqət etməliyik? Gücü 150 kW-a qədər olan günəş enerjisi sistemləri quraşdırmaqla aktiv istehlakçının dəstəklənməsi mexanizmindən faydalanmaq olar. Orta hesabla 3-5 kW gücündə enerji sistemi bir evin elektrik ehtiyacını qarşılayır. Bunları nəzərə alaraq istifadə edəcəyimiz günəş panellərinin sayını müəyyənləşdirməliyik. Panellərin üzərində kölgə düşməməsi üçün ətrafda hündür ağac və tikililərin olmadığına əmin olmalıyıq. Daha çox günəş şüası qəbul etsin deyə panelləri cənub istiqamətində quraşdırmalıyıq. Günəş şüası səthə 90 dərəcə bucaq altında düşdükdə maksimum enerji istehsal edildiyini nəzərə almalıyıq.
1 kilovatlıq sistem üçün orta hesabdan 8 kvadrat metr sahə tələbini və 1 kvadrat metr səthə 10 kiloqram yük düşdüyünü bilərək damın sahəsini və yük götürmə qabiliyyətini hesablamalıyıq. Düz damlarda alüminium profil konstruksiyalardan istifadə etməliyik. Belə hallarda panelləri 30-45 dərəcə maili bucaq altında quraşdıra bilərik. Yaşıl gələcəyin qurulmasında hər birimiz iştirak edək. Bəli, yaşıl gələcəyin qurulmasında hər birimiz iştirak edək və bunların daha çox insana çatdırılması istiqamətində də gəlin həmrəy olaq, bərabər olaq. Çünki günəş enerjisindən istifadə etmək də bizim bir balaca həm də maddi tərəfdən də bizə köməkliyi göstərmiş olur və biz bilirik ki, regionlarda da artıq bu cür stansiyalar qurulmaqda da aytaç. Biz efimizdən əvvəl də Elnurla Bakıda söhbət edirdik ki, regionlarda bu mənbələrin, günəş və külək elektrik stansiyalarının qurulması, regionlarda yaşayan sakinlərin enerji təminatına müəyyən bir təsiri olacaqmı? Yəni, təbii ki, müsbət mənada. Burada məsələyə iki istiqamətdə yanaşmaq lazımdır. Birincisi, sənaye miqyaslı bərpa olunan enerji mənbələri stansiyalarından söhbət eləmək istəyirəm. Bunlar kifayət qədər böyükdür və onlar regionun sosial-iqtisadi inkişafına xüsusi töhfə verir. Məsələn, fürsətdən istifadə edərək demək istəyirəm ki, sabah biz Biləsuvar rayonu ərazisində 445 meqavatlıq, yəni çox böyük bir stansiyanın ilk panelini, belə deyək, bağlayacaq. Təhvil, yəni o bir ənənəvi bir yanaşmadır bərpa olunan enerji mənbələrində. İlk panel ərazidə bağlanacaq. Bu çox böyük üstünlükdür həmin region üçün. Təbii ki, regionda artıq bu həm maarifləndirmə baxımından, eyni zamanda məşğulluğun təmin olunması baxımından, eyni zamanda həmin regiona digər, belə deyək ki, investisiyaların cəlbi baxımından çox xüsusi əhəmiyyət kəsb eləyir. Heç kim üçün sir deyil ki, bugünkü dünyamızda müəyyən sənaye sahələri var ki, onların inkişafı üçün yaşıl enerjilərin təminatının çox xüsusi önəmi var. Ona görə regionlara yaşıl enerji stansiyaları getdikcə müəyyən istehsal sahələrinin də orada regionlarda inkişafına xüsusi təkan göstərir və son nəticə olaraq da həmin regionun, belə deyək, iqtisadi göstəricilərinin yüksəlməsinə bu xüsusi töhfə verir və eyni zamanda bizim danışdığımız kimi aktiv istehlakçıların regionlarda dəstəklənməsi və regionlarda onların bu günəş əsaslı panellərdən istifadə eləməkləri xüsusi olaraq həm iqtisadi cəhətdən səmərə verəcəyi, eyni zamanda belə deyək ki, bizim ümumi enerji balansımıza çox müsbət təsir göstərəcək. Mənim yadıma düşür, bizim bu COP29 ərəfəsində Mazdar şirkətinin ərazisində bir 12-yə yaxın fermer var idi və sosial məsuliyyət layihələri çərçivəsində o fermerlərin evlərinə xüsusi günəş panelləri quraşdırılmışdı və o fermerin birinin övladı ondan, belə deyək, təcrübə götürərək özü xüsusi bir elektrik enerjisi istehsal edən qurğu yaratmışdı və bir çox xarici telekanallar həmin o videonu göstərmişdilər və bu baxımdan da, belə deyək, regionlarda olan inkişafa proseslərin xüsusi böyük töhfəsi var. Cavit müəllim, xüsusilə vurğulamaq lazımdır ki, mütəmadi olaraq bizə məktəblilər gəlirlər, bizə tələbələr gəlirlər, hansı ki, dünyanın bir çox ölkələrində keçən olimpiyadalarda iştirak edirlər və həmin o olimpiyadalarda əldə etdiyi uğurların əsas məsələlərindən biri günəş, külək enerjisi ilə bağlı olan elektrik stansiyalarıdır və yaxud kənd təsərrüfatı sistemində, kənd təsərrüfatı hissəsinə diqqətin artırılmasıdır ki, onların işinin daha rahat həyata keçirilməsi istiqamətində layihələrdir ki, uğurdan həyata keçirilir və uğurlar əldə edirlər. Biz bilirik ki, bu sahədə də Azərbaycan ilkləri imza ataraq çox böyük uğurlu gələcəyi var və sizə də, sizin yanınızda çalışanlara da biz uğurlar arzulayırıq. Çox sağ olun, minnətdarıq ki, gəldiniz. Xatırladaq ki, qonağımız bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev idi. Çox sağ olun. Təşəkkür ederim. Minnətdarıq.